2016-cı ilin aprelin əvvəlində mən birinci kurs tələbəsi idim və 18 yaşa yeni tamam olmuş bir gənc idim. Və biz günlərin bir günü səhər ayılıb gördük ki, artıq döyüş başlayıb Qarabağ bölgəsində. Biz sosial şəbəkələrdən və artıq televiziya kanallarından bizə bəlli oldu ki, artıq hərbi əməliyyatlar başlayıb. Təbii ki, o dövrdə çox geniş imkanlar yox idi bu haqda dərin məlumatlar əldə etməyə. Amma biz universitetdə olanda, dərsdə olanda elə birinci olaraq Sumqayıta şəhid xəbəri, gəlmə xəbəri başladı və mən dostlarımla bir yerdə, tərbiyə yoldaşlarımızla bir yerdə biz şəhidi qarşılamağa getdik dərsdən sonra. Mən yaxşı xatırlayıram həmin o atmosferi. Çünki mən və mənim yaşımda olan insanlar, ümumiyyətlə 90-cı il nəsli olan gənclər, bizim uşaqlığımız demək olar ki, Aynis televiziyasında Çingiz Mustafayevin o ağır, o kədərli intonasiya ilə, kədərli səs tembri ilə Xocalı haqqında kadrları, Laçının, Şuşanın işğalı kadrları, xüsusilə Kəlbəcərin işğalı kadrları sonraki dövrlərdə və daha nələr bizim gözümüzün önündə olub bunlar hamısı. Bizim az qala hər səhər, hər gün xəbərlərin başlanğıcında atəşkəs yenidən pozulub səsi hələ də mənim qulaqlarımdadır. Təsəvvür edin, artıq biz 6 ilə yaxındır biz ərazi bütövlüyümüzü təmin etmişik, torpaqlarımızı işğaldan azad etmişik və amma mənim uşaqlıqda hər gün eşitdiyim o səs mənim qulaqlarımda indiyə kimi qalır. Yəqin ki, bu ömrünün sonuna kimi qalar. Bizim nəsil həmin o ağır dönəmlərə düşən bir uşaqlıq illərimiz oldu və tələbəlik vaxtıdır, biz evdən uzağa düşmüşük, gənclər, 18 yaşı yenicə tamam olmuş gənclər və ilk dəfə biz şəhid nəşi qarşılamağa başladıq və aprel müharibəsinin mənə elə gəlir ki, mən həmişə bu düşüncədə olmuşam. Bizim tariximizdə ən önəmli rollarından biri məsələ təkcə bir təpə qazanmaqda deyildi, Lələtəpəni qazanmaqda deyildi. Məsələ Azərbaycan xalqının, Azərbaycanlıların şəhid qarşılamağa öyrəşməsi idi. Çünki biz 1-ci Qarabağ müharibəsində məğlub ordu olaraq çıxmışdıq müharibədən və Azərbaycan ordusunun nüfuzunu öncə ona qazanmaq lazım idi, geri qaytarmaq lazım idi, nüfuz qazandırmaq lazım idi Azərbaycan ordusuna və bu, mən düşünürəm ki, Mübariz İbrahimovun şəhidlik məsələsindən başladı. İndi bunlar tamamilə başqa bir mövzuda, hətta bir qədər irəli gedib deyim, bəlkə də bunlar mənim kimi siyasi ambisiyaları olan bir insan üçün kamera qarşısında danışılacaq mövzular deyil. Mən onu da başa düşürəm, çünki dövlət maraqları başqadır. Dövlət maraqları deyəndə bizdə ancaq İlham Əliyevin şəxsi maraqları və yaxud da ki, Yeni Azərbaycan Partiyasının maraqları nəzərdə tutulmur. Dövlət maraqları deyəndə bizim bütün ərazimiz, dövlətin keçmişi, gələcəyi, onun müxalifətli, iqtidarlı bütün vətəndaşları, hamısının birgə maraqları nəzərdə tutulur və istənilən hakimiyyət müvəqqətidir. İlham Əliyev hakimiyyəti də, onun Yeni Azərbaycan Partiyasının hakimiyyəti də, amma əsas olan Azərbaycan dövlətinin əbədiliyidir, Azərbaycanın müstəqilliyinin əbədiliyidir. Ona görə də dövlət maraqları, biz hal-hazırda o bir qədər üstünə toz qonsa da dövlət maraqları anlamının, amma biz yenə də onu bir qədər uca bir yerdə qoymalıyıq və onu həmişə nəzərimizdə saxlamalıyıq deyə. Bu mövzuda çox danışmağa düşünürəm ki, ehtiyac yoxdur. Aprel müharibəsi Azərbaycanlıların birinci növbədə şəhid qarşılamağı öyrənmək, mən düşünürəm ki, addımı idi. Və təbii ki, biz 100-dən artıq şəhid verdik. Aprel müharibəsinin 2 əsas adı var. Biri Raquf Orucovdur və Murov Qartal ləqəbli çox möhtəşəm bir hərbiçi, çox möhtəşəm bir zabit olub keçmişində. Onun keçmişini xüsusilə 1-ci Qarabağ müharibəsində anasını itirməsindən sonra onun yaşadıqları və onun kəşfiyyatçı kimi və orduda xidmət edənlər, ordu ilə bağlılıq onlar təbii ki, bunu daha yaxşı bilər, məndən daha yaxşı bilər. Amma biz onun haqqında sadəcə işlədiyimiz bəzi məsələlərdən yaranıb fikirlərimiz var ki, və çox hörmət etdiyimiz və Azərbaycan demək olar ki, əksər insanların tanıdığı bir insandır və ikinci adda təbii ki, Pəncəli Teymurovdur və Pəncəli Teymurova keçən ayların birində Milli Qəhrəman adı verildi. Çox gözəl, çoxdan verilməli idi və nəhayət ki, haqq ədalət öz yerini tapdı. Çünki Pəncəli Teymurov
məsələ təkcə aprel döyüşlərində şəhid olmaq deyildi. Pəncəli Teymurov elə bir Azərbaycan ordusunun əskəri idi ki, elə bir hərbiçi idi ki, o öz toyunda özdən şəhidlik arzulamışdı. Yəni bu misli görülməmiş bir real bir hadisədir. Və bunun kadrları var idi. Və yaxud da ki, elə Morov Qartalı olan Raquf Orucu özü Sumqayıtın ən tanınmış şəhidlərindən biridir. Və burada bir paragraf açıb qeyd edim ki, təbii ki, bütün şəhidlərimiz, bütün qazilərimiz bizim baş tacımızdır. Amma həqiqətən də hərbi daxilində, ordu daxilində elə adlar var ki, onlar ordunun özünün nüfuzunun qalxmasında, Azərbaycanın gələcəyin üçün, gələcəkdəki bizim hərbiçilərimiz üçün çox nümunəvi, çox öncü olan bir adlardan biridir ki, bu Raquf Orucov, Pəncəli Teymurov, Mübariz İbrahimov və bizim 2-ci Qarabağ müharibəsində, yəni Vətən müharibəsindəki bir çox şəhidlərimiz, bunların hamısı bir nümunədir. Və mən bugün aprel müharibəsi kontekstində danışanda bir şeyə xüsusi vurğu qoymaq istəyirəm ki, Raquf Orucovun artıq 10 ildir haqq etdiyi milli qəhrəman adı ona verilməlidir. Və bu həm Sumqayıtın haqqıdır, bu həm Raquf Orucovun haqqıdır, həm Raquf Orucovun ailəsinin haqqıdır, bu həm də Azərbaycan ordusunun haqqıdır. Bu Raquf Orucova verilməyən milli qəhrəman adı əslində həm də Azərbaycan ordusunun haqqının pozulmasıdır. Çünki ordu daxilində hələ də Raquf Orucovun yetişdirdiyi əskər və zabitlərimiz var. Və onlar öz müəlliminin milli qəhrəman adının olmasını təbii ki, qürurunu yaşamalıdırlar. Onlar öz komandirinin, əfsanəvi komandirinin milli qəhrəman adını daşıdığını, zaten milli qəhrəman bir statusdur, bir fəxri bir addır. Bu verilməsə də mən düşünürəm ki, bir mənalı olaraq Raquf Orucov bütün Azərbaycanlıların, bütün onu tanıyan və tanımayan, bütün Azərbaycan ordusunun şəxsi heyətinin beynində, ruhunda, ürəyində o milli qəhrəman statusunu zaten daşıyır. Bir qalıb bunu dövlət tərəfindən rəsmi status alması və mən çağırış edirəm buradan Azərbaycan dövlətinə, Azərbaycan prezidentinə, hazır ki prezident Azərbaycan ordulu silahlı qüvvələrinin baş komandanına və Azərbaycanın Müdafiə Nazirliyinə Raquf Orucovun milli qəhrəman adı heç olmasa aprel döyüşlərinin 10 illiyində verilsin. Və mən yaxşı xatırlayıram, biz birinci Sumqayıta gələn ilk şəhidi dəfn etdikdən sonra gecə biz evdə idik tələbə yoldaşlarımızla və birdən xəbər gəldi ki, Sumqayıta daha bir şəhid gəlir və bu polkovnik leytenantdır gələn və onun bu hərbi rütbəsi, mən təbii ki, hərbidən çox anlaşım yox idi. Onda da 18 yaşı yeni tamamlamış, bayaq qeyd etdiyim kimi bir gənc idim. Amma bilənlər təbii ki, izah etdi ki, polkovnik leytenant rütbəsi nə deməkdir? Və sonradan artıq ona hələ şəhid nəşi gəlməmiş Sumqayıtda onun haqqında əfsanələr, onun haqqında söhbətlər, onun kəşfiyyatçı kimi etdikləri artıq dil dolaşmağa başladı. Təsəvvür edin, biz şəhid nəşini qarşılamağa gedirdik yolda, müxtəlif sloqanlar atılırdı, müharibə çağırışları edilirdi, mən yaxşı xatırlayıram. Biz bütün gecəni, gecə yarısı gəldi, gecə saat, hətta mən yanlış xatırlamıramsa 5-in yarısı 5-ə qalmış olardı. Biz gecə saat 10-11-dən etibarən artıq küçələrdə idik və Sumqayıt küçələri dolub daşırdı gənclərlə, insanlarla, yaşlısı, qocalı demədən, gənclərlə, xanımlar da var idi, amma təbii ki, əksəriyyəti bəylər idi, kişilər idi. Və insanlar hamısı altdan artıq Raquf Orucov etdikləri haqqında danışırdılar. Ağız-ağız bu kütlənin içində bu əfsanələr yayılırdı artıq. İnsanlar danışırdılar onun kəşfiyyatçı kimi ermənilərin and içməsində iştirak etməsi, onun Morov Qartalı ləqəbini necə qazanması haqqında və s. və ilaxır. Və bu cür insanın, bu cür dahi, bu cür əfsanəvi bir komandirin hələ də milli qəhrəman adı almaması, mən düşünürəm ki, bu bir nöqsandır Azərbaycan adına, Azərbaycan dövləti adına. Və ümid edirəm ki, mən bu video bugün, yəni cümə günü saat 20:00-da yayımlanacaq. Mən ümid edirəm ki, bu video yayımlanana qədər və yaxud da bu video yayımlandıqdan sonra Raquf Orucovun haqq etdiyi milli qəhrəman adı ona veriləcək. Çünki aprel müharibəsi olmasa bəlkə də bizim vətən müharibəmiz olmazdı.
Çünki məğlub olan bir ordunun, məğlub olan bir xalqın birdən-birə 3000, 4000-ə yaxın şəhid qarşılamağa bəlkə də psixoloji olaraq gücü çatmazdı. Bəlkə də kütlə, bəlkə də hələ onu anlamazdı. Şəhid nəşinin gəlməsi nə deməkdir, onu necə qarşılamaq lazımdır, onu necə dəfn etmək lazımdır. Bunlar hamısı intellektlə, bunlar hamısı düşüncə ilə olmur. Bunlar həm də psixoloji məqamlardır. Və ona görə də bizim 2-ci Qarabağ müharibəsində zəfərə getdiyimiz yolun ən böyük addımı elə aprel döyüşləri idi. Aprel döyüşləri bir növ orada həm sınaq xarakterli idi, həm praktiki xarakterli idi, həm də psixoloji xarakterli idi. Biz həm qələbəni, ilk kiçik qələbəmizi qazandıq. Azərbaycan ordusu ilk dəfə Ermənistan ordusunu məğlub etdi və Lələtəpəni azad etdi işğaldan. Və bu həm ordunun psixoloji durumunu düzəltdi, həm də ən əsası təbii ki, Azərbaycan xalqının psixoloji durumunu, Azərbaycan xalqının orduya yanaşmasını, Azərbaycan xalqı artıq başa düşdü ki, Azərbaycan ordusu qalib ordu ola bilər və qalib ordudur. Azərbaycan xalqının, Azərbaycan ordusunun elə bir şəhidləri var ki, onlar öz toyunda özünə şəhidlik arzulayır. Onlar öz toyunda özlərinə müharibədə şəhid olmaq arzulayan oğulları var. Və yaxud da ki, onları Morov Qartalı kimi möhtəşəm kəşfiyyatçı olan, möhtəşəm komandir olan Raquf Orocov kimi hərbiçiləri var. Və Raquf Orocovun yetişdirdikləri təbii ki, nə vaxtsa Qarabağ işğaldan azad edəcək deyə Azərbaycan xalqı düşündü və bu düşüncədə də haqlı çıxdı biz. Aprel müharibəsindən 4 il, bir neçə ay sonra biz artıq ərazi bütövlüyümüzü təmin etdik. 44 gün ərzində möhtəşəm bir qələbə qazandıq. Və biz Azərbaycan iqtidarını nə qədər tənqid edirik ölkədəki siyasi məhbus məsələsində, ölkənin iqtisadi siyasətində, sosial siyasətində, Azərbaycandakı monopolist duruma görə, Azərbaycandakı hüquq və ədalətin olmamasına görə, hüquq pozuntularına görə və s. və ilaxır istənilən mövzuda biz Azərbaycan hökumətini, İlham Əliyev hakimiyyətini, Yeni Azərbaycan Partiyası iqtidarını tənqid edə bilərik. Amma Azərbaycan ordusu məsələsində, Qarabağ siyasəti kontekstində mən düşünürəm ki, iqtidar özlərinə düşəni yetərincə yerinə yetirib və addımları doğru olub. Öncədən atdığı addımları, sonda qələbə varsa qaliblər mühakimə olunmur. Yəni sonda biz torpaqlarımızı işğaldan azad etdik. Sonda biz 200 illik problemi aradan qaldırdıq. Düzdür, hələ sülh sazişi ortada yoxdur və geosiyasi vəziyyət bir qədər gərgindir. Mən ümid edirəm ki, Ermənistandakı seçkilərdən sonra yenidən Azərbaycan-Ermənistan toqquşması bir ocaq nöqtəsi yaranmaz. Amma bundan sonraki məsələlərdir. Əsas odur ki, fakt, əlahəzrət fakt bugün budur ki, bugün Azərbaycan ordusu öz ərazi bütövlüyünü təmin etdi və bugün Raquf Orocovun ruhu şaddır. Raquf Orocovun komandir kimi yetişdirdiyi əskərlər onun şəhid olmasından heç 5 il keçməmiş onun qisasını aldılar, bütün Azərbaycanlıların qisasını aldılar, bütün şəhidlərimizin qisasını aldılar, bizim Xocalıda qətliama məruz qalan insanlarımızın, körpələrimizin qisasını aldılar. Pəncəli Teymurov öz toyunda özünə şəhidlik arzulayan bir insan, o da dahi bir hərbiçi, onun da qisası alındı, Mübariz İbrahimovun qisası alındı və s. və ilaxır. Hər bir Azərbaycan şəhidinin hər bir öz əlini, ayağını və yaxud da ki, psixoloji durumunu itirmiş bizim qazimizin qisası alındı. Və aprel müharibəsi də demək, bilmirəm nə qədər doğrudur, aprel döyüşləri adlandıraq bunu. Aprel döyüşləri Azərbaycan tarixində silinməz bir iz qoydu və bu iz sonraki dönəmdə öz təsdiqini tapdı ki, çox mütərəqqi bir iz oldu və bu sonraki qələbəyə aparan həm də bir cığır rolunu oynadı Azərbaycan tarixində. Bir daha sonda, mən mövzunu uzatmaq istəmirəm, bir daha sonda Azərbaycan ordusunun, Raquf Orocovun ailəsinin, Raquf Orocovun özünün və onun ruhunun haqq etdiyi dövlət səviyyəsində təsdiq olunan, dövlət səviyyəsində tanınan milli qəhrəman adı ona bu günlərdə verilməlidir. Çünki bu həm də aprel müharibəsinin 10 illiyidir. Mən ümid edirəm ki, bu günə və yaxud da ki, sabaha biz bu xəbəri eşidəcəyik və Raquf Orocovun da ruhu bir daha şad olacaq. Bir daha mən bütün həm aprel müharibəsinin şəhidlərinin, həm
Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm Vətən müharibəsi şəhidlərinin, qazilərinin, veteranlarımızın qarşısında baş əyirəm və şəhidləri Allah rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza da can sağlığı arzu edirəm ki, və bizim bugün başı uca olma səbəbimizin bir nömrəli səbəbkarları məhz onlardır.